xalq deyilən nəsnə nə olan şeydir və siyasi proseslərə kimlər necə qoşulmalıdır. Və mən ümid edirəm ki, açığını deyim, biz müəyyən qədər informasiya blokadasındayıq. Müəyyən qədər. Niyə informasiya blokadasındayıq onu da deyim. Bəzi siyasi partiyalara aid olan kanallar bizi blokadaya alırlar. Bizi informasiya blokadasına alırlar, imkan vermirlər. Biz səsimizi xalqa çatdıraq. Niyə imkan vermirlər dostlar səsimizi xalqa çatdıraq? Onu da qoy mən deyim. Çox sadə bir səbəb. Bu insanlar indiki şəraitdən tam razı olan insanlardır. Baxın, indiki şərait, hakimiyyətə qarşı aparılan mübarizənin indiki strukturu bu insanları əsl bir, necə deyirlər, mübariz insan kimi cəmiyyətə təqdim edib. Bu insanlar indiki mexanizmin başında duran insanlardır. Hakimiyyətə qarşı bir mexanizm var, bir mübarizə mexanizmi var və bu insanlar bu mübarizə mexanizminin ən üstündə olan insanlardılar. Hal-hazırda hakimiyyətə qarşı mübarizə aparan insanlar. Biz deyirik ki, sizin bu mexanizminiz, bu mübarizə mexanizminiz doğru deyil. Əgər biz bunu deyiriksə, bu doğru deyil və bunun əgər biz dağıtmağa çalışırıqsa, ən birinci zərbəni həmin o insanlar alacaqlar. Ona görə o insanlar maraqlı deyirlər bizim səsimizi xalqa eşitdirsinlər. O insanlar bütün əlindən gələni edirlər ki, biz onların qurduğu bu mübarizə mexanizmini dağıda bilməyək. Bu mexanizm, bax, yeni liderlər, yeni yox daha doğrusu, köhnə liderləri xalqa daha fərqli formada təqdim etmək üçündür. Biri məhz bu mexanizminə görə deyək ki, media rəhbəridir. Adam özünü artıq media patronu kimi hiss edir. O heç vaxt istəməz bunlar onun əlindən çıxsın. Digəri deyək ki, bir partiyanın kifayət qədər yüksək vəzifə eşelonunda qərar tutub, o insan heç vaxt istəməz bu mexanizm dağılsın və yenisi ilə əvəz olsun. Yəni, uzun sözün qısası, təsəvvür edin, siz bir şirkətdə çalışırsınız, bir şirkətdə biznes strategiyası qurmusunuz, menecersiz həmin şirkətdə və həmin şirkətə kimsə gəlir, deyir ki, bax, sizin qurduğunuz bu iş yanlışdır. Deyəndə sizin qurduğunuz bu iş yanlışdır və onu sübut etməyə çalışanda siz bütün varlığınızla çalışacaqsınız ki, həmin insanı uzaqlaşdırasınız. Niyə? Çünki əgər onun dedikləri həqiqətən xalqın beyninə batsa, onda əgər şirkətdə işləyənlərin beyninə batsa, onda həmin insanların bütün hədəfi siz olacaqsınız. Siz də bunu istəmirsiniz, siz işinizi itirmək istəmirsiniz, siz nüfuzunuzu itirmək istəmirsiniz. Yəni, dostlar, insan faktoru.